Salam uşaqlar. Bu günləri biz baxacağıq, potensial və kinetik enerji nədən asılıdır? Bu haqda məlumat alacağıq. İlk öncə gəlin, dərsdəki bəzi düsturlara baxaq. Yəni, potensial və kinetik enerji hansı kəmiyyətlərdən asılıdır? Bunlarla öyrənək. Bunlar haqqında məlumat alaq. Beləliklə, biz dediyimiz kimi, potensial enerji hündürlükdən asılı olan kəmiyyətdir və elastiklik qüvvəsindən asılıdır. Yəni, əgər həmin cisim üzərində uzanma, sərtlik, elastiklik qüvvəsi varsa, yəni bu kəmiyyətləri biz görürüksə, demək orada potensial enerji var. Ancaq kinetik enerji isə sürətdən asılı olan kəmiyyətdir. Yəni, bir cismin sürətinin artması onun kinetik enerjisinin artmasına səbəbdir. Bu isə düsturlarla əlaqəlidir ki, bu anlayışlar oradan gəlir. Məsəl üçün, burada nümunə verilmişdi. Deyir ki, hansı təyyarənin potensial enerjisi daha böyükdür? 2 dənə təyyarə verilibdir. Potensial enerji biz bilirik ki, hündürlükdən asılı olan kəmiyyətdir, elə deyilmi? Burada fikir verirsinizsə, birinci təyyarə ikinci təyyarədən daha hündürdə uçur. Ona görə biz belə deyə bilərik ki, birinci cismin potensial enerjisi ikinci cismin potensial enerjisindən daha böyük olar. İkinci sualda deyir ki, hansı təyyarənin kinetik enerjisi daha böyükdür? Dediyimiz kimi, kinetik enerji sürətdən asılı olan kəmiyyətdir. Və şərtdə verilib ki, bizdə təyyarədən birinin aşağıdan uçub digərini ötdüyünü müşahidə edirik. Yəni, demək istəyir ki, aşağıdakı birincini ötüb keçir. Demək ki, ikincinin sürəti birincidən daha böyükmüş ki, o birincini ötüb keçir. Və belə nəticəyə gəlirik ki, ikincinin kinetik enerjisi birincidən daha böyükdür. Yəni, bu anlayışlar çıxır. MGH, bu kəmiyyətə gəldik. Dedik ki, potensial enerji hündürlükdən asılı olan kəmiyyətdir. Bəs hardan gəlir? Bu işin düsturundan gəlir ki, iş nəyə bərabər idi? Ağırlıq qüvvəsinin üzərində görüldüyü iş A bərabərdir, F ağırlıq vurulsun H-a bərabərdir. Və biz F ağırlığın yerinə də mg yazsaq, bizim ümumilikdə düsturumuz mgh olar. Və əlbəttə ki, bu potensial enerji də işə bərabər olduğuna görə ümumilikdə potensial enerjini biz mgh kimi qəbul edə bilərik. Və bir də onu nəzərinizə çatdıraq ki, müəyyən bir hündürlükdə olan cismin potensial enerjisi ola bilər. Ancaq yerdəki olan cismin potensial enerjisi sıfırdır. Nəyə görə? Çünki əgər bir cismi biz yerə atdıqda, yuxarıdan yerə atdıqda, o yerə düşdükdə artıq onun hündürlüyü sıfırlanmış olur. Yəni, heç bir hündürlüyü olmur yerdə olan bir cismin. Ona görə yerdəki olan cisimlərin potensial enerjiləri sıfır qəbul olunur. Ancaq kinetik enerjiləri maksimal olur. Və burada da göründüyü kimi, məsəl üçün, məsələ həllində verilib ki, potensial enerjilərini müqayisə eləyin cisimlərin, birinci və ikinci cisimlərin. Əgər bunları müqayisə eləsək biz, birinci cisim üçün biz yaza bilərik ki, potensial 1 bərabərdir M1, H1, J. J də bilirik ki, biz sərbəst düşmə təcili hər yerdə 10 qəbul edirik. Bunu nəzərə alsaq, potensial 1 bərabər olar 80 joule. İkinci cisim üçün yazsaq, eyni qayda ilə 8 vurulsun 1, vurulsun J, o da 10, o da yenə 80 joule edir. Və onların nisbəti 80 bölünsün 80, 1 alınır. Yəni, bu cisimlərin potensial enerjilərinin nisbəti 1-ə bərabərdir. Və yadınızda saxlayın ki, harada elastiklik qüvvəsi, cisimlər üzərində elastiklik qüvvəsi müşahidə eləsəz və yaxud da cisimlərin uzanmasını müşahidə eləsəz, orada potensial enerji əlbəttə ki, olacaq. Çünki potensial enerji də elastiklik qüvvəsi ilə asılı olan bir kəmiyyətdir. Və düstur yazsaq, potensial bir mgh bildik düstur, digər düstur isə olaraq kx kvadrat bölünsün 2-miz var. Bu hardan gəlib? F elastikliyin düsturu ilə əlaqələndirilmiş bir düsturdur ki, F elastiklik nəyə bərabərdir? Mənfi k delta x-ə. Yəni, məsəl üçün, misal verib ki, yay dartıldıqda və yaxud da sıxıldıqda burada hansı enerji növü olar? Əlbəttə ki, potensial enerji olar. Çünki yay sıxılır, uzana bilir. Burada nə müşahidə olunur? Demək ki, yayda elastiklik qüvvəsi olur. Əgər yayda elastiklik qüvvəsi varsa, demək potensial enerji də var. Bu nəticəyə gəlmiş olar. Dediyimiz kimi, kinetik enerji də sürətdən asılı olan kəmiyyətdir. Yəni, bir cismin sürəti nə qədər çoxdursa, onun kinetik enerjisi də bir o qədər çox olmuş olur. Eyni ilə kütlədən də asılı olduğuna görə kinetik enerji, yəni bir cismin kütləsi nə qədər böyükdürsə, onun kinetik enerjisi o qədər böyük olacaq. Məsəl üçün, şəkillərdə verib ki,
yarış maşınlarından biri 120 km/saatla hərəkət edir, biri isə 150 km/saatla hərəkət edir. Hansının da kinetik enerjisi daha böyük olur? Əlbəttə ki, sürəti böyük olan, o da 150 km/saat olan. İkinci şəkildə isə müxtəlif ağırlıqda olan bir yük maşını, bir də adi maşın göstərilir, avtomobil. Onların kinetik enerjisini müqayisə etdikdə kütləsi daha böyük olanı kinetik enerjisi əlbəttə ki, böyük olacaq. Niyə? Çünki kinetik enerji sürətdə olan kəmiyyətlərlə düz mütənasib asılıdır. Kütlə ilə və sürətlə düz asılıdır və sürətlə kvadratik düz mütənasib asılıdır. Bu da belə. İndi isə gəlin biz buradakı mövzunun sərbəst işindəki bəzi suallara baxaq. Ümumi nəticə çıxarsaq, belə nəticəyə gəlmək olar ki, kinetik enerji üçün sadəcə bir düstur bilsəz kifayətdir ki, kinetik bərabərdir mv kvadratı bölünsün 2. Potensial enerji üçün isə düsturlar çıxarsaq, potensial enerji üçün yaza bilərik ki, potensial bərabərdir mgh, kx kvadrat bölünsün 2, F elastiklik kvadratı bölünsün 2k və F elastiklik vurulsun x bölünsün 2. Bu düsturları potensial enerji üçün demək olar. Yəni bu düsturlar əslində açsaq, məsəl üçün oradan F elastikliyi açsaq, eyni düstura gəlib çıxır. Kx kvadrat bölünsün 2-yə. Sadəcə bunlar nə üçün lazımdır? Əgər bizə şərtdə verilsə ki, məsəl üçün hündürlük verməz, kütlə verməz, bizdən F elastikliyi verər, sərtliyi verər, potensial enerjini istəyər. Bu zaman biz F elastiklik kvadrat bölünsün 2k düsturundan istifadə edirik. Yəni bu bir düsturun açılışıdır ki, kx kvadrat bölünsün 2-nin açılışıdır ki, bu düsturlar bizdə çünki misalının şərtlərində fərqli kəmiyyətlər verə bilər. Buna görə biz bu düsturlardan istifadə eləməliyik. Birinci sual. Potensial və kinetik enerji nədən asılıdır? Mövzumuz budur. Hansı kəmiyyət elastik deformasiya olunmuş cismin sərtliyi ilə uzunluğunun dəyişməsindən asılıdır? Deməli, dedik ki, elastik deformasiya harda elastiklik anlayışı gördünüzsə, sərtlik, uzanma anlayışı gördünüzsə, dedik ki, bu potensial enerjiyə aiddir. Yəni, potensial enerjidir cavabımız. 2. Sərtliyi məlum olan yayın potensial enerjisini hesablamaq üçün hansı cihazdan istifadə etmək olar? Demək, sərtlik məlumdur və potensial enerjini hesablamaq istəyirlər. Bunun üçün hansı düsturdan istifadə edə bilərik? Potensial enerji üçün hansı düstur çıxarda bilərik buradan biz? Çıxarda bilərik ki, Y potensial nəyə bərabərdir? K x kvadratı bölünsün 2 var, elə deyilmi? Kx kvadratı bölünsün 2. Demək, sərtlik var, potensial enerjini istəyir. Sərtlik getsə yerdə nə qalır? Uzanma. Uzanmanı nə ilə ölçmək lazımdır? Menzur K həcmi ölçürdür. Saniyə ölçən zamanı ölçür. Voltmetr gərginliyi, ampermetrdə cərəyan şiddətini. Bir dənə yerdə nə qaldı? Ölçü lenti. Yəni uzanmanı ümumilikdə qısaca bilərik ki, elə ölçü lenti ilə ölçmək mümkündür. Sonra üfüqi yolda hərəkətə başlayan avtobus sürətini getdikcə artırır. Avtobusun kinetik enerjisi necə dəyişər? Avtobusun kinetik enerjisi sürətdən asılı kəmiyyət olduğuna görə demişik ki, Y kinetik nəyə bərabərdir? Y kinetik bərabərdir mv kvadratı bölünsün 2-dir. Sürətdən kvadratik asılı olan bir kəmiyyət olduğuna görə kinetik enerji. Əgər bu avtobus sürətini artırarsa, onun kinetik enerjisi də artmış olur. Avtobusun potensial enerjisi necə dəyişər? Potensial enerjisi dəyişməz. Yəni, o potensial enerjiyə malik ola bilməz. Çünki avtobus heç bir hündürlükdə deyil. Elastiklik yoxdur cismin üzərində. Ona görə avtobus potensial enerjiyə malik ola bilməz. Yəni, burada Y potensialı 0 qəbul edə bilərəm və yaxud da konstant. Nigar qutunu yuxarı mərtəbəyə qaldırır. Yükün potensial enerjisi necə dəyişir? Belə ki, Nigar hündürlüyünü get-gedə artırır. Mən bunu necə bildim? Bu əvvəl məsəl üçün buradaydı, sonra gəldi bura.
Bura H1 idi, burada H2-dir. Hündürlük artdısa, demək ki, potensial enerji artacaq. Çünki potensial enerjisinin üstünə nə yazmışdıq? Potensial bərabər idi mgh. Sonra yükün kinetik enerjisi necə dəyişir? Kinetik enerjisi dəyişməz. Niyə? Çünki Nigar eyni sürətlə aparır bunu. Yəni sürətini get-gedə artırmır, nə də azaltmır. Buna görə eyni sürətlə aparırsa, kinetik enerji dəyişməz burada. 5-ci sual. Kütləsi 2 kiloqram olan cisim yer səthindən 30 metr hündürlükdədir. Bu cismin yer səthinə nəzərən potensial enerjisini hesabla. Verilənlərimizi yazaq. Nə verilib? M bərabərdir 2. Yer səthindən 30 metr hündürlükdədir. H bərabərdir 30 metr. Bu cismin yer səthinə nəzərən potensial enerjisini hesabla. J nə qədərdir? J də 10 verib. Potensial nəyə bərabərdir? Potensial bərabərdir mgh-a. O da bərabər olacaq. 2 vurulsun 10. H-ın da qiyməti 2-dir. Bu da eləyəcək. H-ın qiyməti 30-dur. Daha doğrusu 30. Bu da eləyəcək 600 joule. 600 joule. Avtomobilin sürəti 2 dəfə artarsa, onun kinetik enerjisi necə dəyişir? Kinetik enerji üçün nə yazardıq biz? Kinetikin sürətlə asılı olan üstürü mv kvadratı yazdıq ki, biz kinetik enerji üçün mv kvadratı bölünsün 2. Əgər sürət 2 dəfə artarsa, kinetik enerji 4 dəfə artmış olar. Çünki kvadratik aslıdır. Yəni 4 dəfə. Sonra kütləsi 1500 kiloqram olan avtomobil və kütləsi 200 kiloqram olan motosiklet qırmızı işıqda dayanıb. Onların kinetik enerjiləri nəyə bərabərdir? Burada nəyə fikir vermək lazımdır? Fikir verin. Diqqətlə oxuyun həmişə şərti. Deyir ki, qırmızı işıqda dayanıbdır bunlar. Mənə qabaqcadan kütlələri verilibdir. İlk olaraq şərti oxusaz, siz eləyərsiniz ki, burada nəyisə hesablamaq lazımdır. Amma xeyr, burada heç bir hesablama aparmaq ehtiyacı yoxdur. Niyə? Kinetik enerji sürətdən asılı olan kəmiyyət olduğuna görə bu cisimlər qırmızı işıqda artıq dayanıbdır. Dayanan cismin sürəti sıfırdırsa, artıq orada kinetik enerjidən söz gedə bilməz. Çünki kinetik enerji mv kvadratı bölünsün 2-dir. Artıq sürət sıfırlandığına görə sıfırı nəyə vursan sıfır olacaq. Yəni burada kinetik enerji hər iki cisim üçün sıfırdır. 8-ci sual. Nicat sabit sürətlə paraşütlə yerə enir. Nicata təsir edən əvəzləyici qüvvənin gördüyü iş nəyə bərabərdir? Deməli, belə ki, biz buradan belə bir nəticə çıxara bilərik ki, burada V konstant, elə deyilmi? Sabit sürətlə hərəkət etdiyinə görə verilənlərimizi yazsaq, belə olar ki, V bərabərdir konstant. Əgər V konstantdırsa, oradakı təcil sıfıra bərabər olacaq. Əgər təcil sıfırdırsa, uyğun olaraq əvəzləyici qüvvə də sıfır olacaq. Və əvəzləyici qüvvə sürət də buradan konstant olduğuna görə, sabit olduğuna görə kinetik enerji də sıfır qəbul edə bilərik. Və bizim görülən işdə, əvəzləyici qüvvənin gördüyü işdə kinetik enerjinin dəyişməsinə bərabər olduğuna görə o da bərabər olacaq sıfıra. Niyə ki, kinetik enerji artıq sıfırdır, uyğun olaraq da iş də sıfırlanacaq. Yəni, əvəzləyici qüvvənin gördüyü iş sıfıra bərabərdir. Enərkən Nicatın potensial enerjisi necə dəyişər? Hündürlük azalır. Çünki yuxarıdan aşağı endikcə hündürlük azalır deyə. Potensial enerji də hündürlüklə düz asılı olduğuna görə hündürlük azalırsa, potensial enerji də azalır. Potensial azalır. Cismin potensial enerjisinin onun yer səthindən olan hündürlükdən asılılıq düsturunu yaz. Potensial enerjinin hündürlükdən asılılıq qrafikini çək.
Y potensial nəyə bərabərdir? Y potensial bərabərdir mgh-dır. Hündürlüklə düz mütənasib asılıdır. Sabit sürətlə hərəkət edən cismin kinetik enerjisinin zamandan asılı qrafikini çək. Cavabını əsaslandır. Sabit sürətlə hərəkət edir bu cisim. V bərabərdir konstant. Və kinetik enerji üçün mənim düsturum nə idi? V konstantsa mv kvadratı bölünsün 2-dir. V konstantsa bir dənə kütlə qalır. Zamana aid bir kəmiyyət, zamanı görürsünüzmü burada düsturda? Yox. Demək ki, zamandan asılı deyil. 11-ci sual. 4 sm sıxılmış yayın potensial enerjisi 80 joule olarsa yayın sərtliyini hesablayın. Deməli, x nəyə bərabərdir? X bərabərdir 4 sm. Və 4 sm-də nəyə bərabərdir? Bunu yazsam 0,04 metr yaza bilərəm. Potensial enerji ya potensial bərabərdir 80 joule-dur. Nə istəyir? Sərtliyi. Ya potensial nəyə bərabərdir? Kx kvadratı bölünsün 2-dir, elə deyilmi? Mən buradan k-nı tapsam nəyə bərabər olar? 2y potensial bölünsün x kvadratını. O da bərabər olar 2 vurulsun 80-ə bölünsün x kvadratı. 0,04 vurulsun 0,04 kimi yazsam. O da bərabər olacaq, bu olacaq 160 bölünsün 0,0016. O da bərabər olar. Mən bunu belə yaza bilərəm. Bölsəm, mənim axırdakı nəticəm belə olacaq. 10/2 bölünsün 10/-3. Bu da 10 eləyə bilər ki 5. 10/5. Sonra. Şəkildəki cisimlər yerə düşdükdə onların üzərində ağırlıq qüvvələrinin gördüyü işlər arasında hansı münasibət doğrudur? Gəlin hər bir üçün hesablayaq işləri. A1 nəyə bərabər olar? A1 bərabərdir mgh-dırsa, m1 nə qədərdir? 2, j 10 qəbul edirik. H nə qədərdir? 4. Bu eləyəcək 80. A2 nə qədər olar? O da mgh-dan 8 vurulsun 2 vurulsun 10 160. Nə istəyir? A1 bölünsün A2-ni tapsaq, o da bərabər olar 80 bölünsün 160. Bunlar ixtisar getsə, burada qalacaq 2-də 1. Onda A2 nəyə bərabər olar? 2 A1-ə. A1 bərabər, A2 bərabərdir 2A1, B variantı. Leyla yayı 5 sm sıxıb, Nigar isə eyni yayı 5 sm dartıb, sərbəst buraxdı. Yay eyni qədər sıxılarkən və ya dartılarkən potensial enerjilər arasındakı fərq varmı? Cavabınızı əsaslandır. Yaxşı, bunu belə deyə bilərik ki, bir yayı sıxıb dartdıqda oradakı potensial enerjilər dəyişməyəcək. Və yaxud da bunu açıb da deyə bilərik ki, isbat eləyə bilərik ki, niyə belədir? Deyir ki, Leyla yayı 5 sm sıxıb. Leylaya x1 deyirəm, Nigara x2 deyək. x1 nəyə bərabər olar? x1 bərabər olar x minus 5 yazaq. 5 sm sıxıbdır. Əvvəlkindən uzanması azalıbdır, yəni. Nigar isə 5 sm dartıb, yəni uzadıbdır. Uzadıbsa onun uzunluğu artar, plus olacaq 5. Potensial enerji üçün nə bilirəm? Potensial bərabər idi. Kx kvadratı bölünsün 2 idi, elə deyilmi? Potensial uzanma ilə kvadratik asılıdır. Yazıram ki, potensial 1 bölünsün potensial 2 bərabərdir
x1'in kvadratı bölünsün x2'nin kvadratına. Onda yazaram ki x1 nə qədərdir? x minus 5 x minus 5'in kvadratı bölünsün x2 nə qədərdir? X plus 5'in kvadratı. Fikir verin. X plus 5, x plus 5 var. Bu minusla plus bir-birlərini ümumilikdə aparacaqdır deyə. Yəni onların nisbəti 1 qəbul olunur. Yəni y potensial 1 bölünsün y potensial 2 əgər nisbəti 1-ə bərabərdirsə, bu o deməkdir ki, buradakı potensial enerjilər bir-birinə bərabərdir. Yəni qısaca deyə bilərik ki, dartılan və ya sıxılan yaylarda potensial enerji bir-birinə bərabər qəbul olunur. 14-cü sual. 20 ton kütləsi olan yük avtomobili ilə 1,5 ton kütləli olan minik avtomobilinin sürətləri bərabər olarsa, onların kinetik enerjilərinin nisbəti nəyə bərabərdir? Gəlin hər biri üçün yazsaq. M1 nəyə bərabər olar? Məsəl üçün, M1 deyirəm ki, 20 tondursa, bu 20 vurulsun 1000 deməkdir. Bu da eləyəcək 1, 2, 3, 4 kilogram. M2 nəyə bərabərdir? M2 bərabərdir 1,5 ton. O da bərabərdir 1,5 vurulsun 1000. O da bərabər olar 1500 kiloqrama. Çünki tondan saxlaya bilmərəm, kiloqrama keçməliyəm. Kütlənin əsas vahidi kiloqramdır. Və deyir ki, sürətləri bərabərdir. V1 bərabərdir V2-yə. Kinetik enerji üçün nə yazaram? Kinetik nəyə bərabərdir? mv kvadratı bölünsün 2-dir. V'lər eynidir. Artıq V'dən istifadə edəməyəcəm. Mən nisbət olaraq götürürəm. Tənasüb quracam. Y kinetik 1, yəni kinetik enerji kütlə ilə düzgün tənasüb asılıdır. Yazaram ki, Y kinetik 1 bölünsün Y kinetik 2 bərabərdir M1 bölünsün M2-yə. M1 nə qədərdir? Bu 20 vurulsun 10 üstü 3 yazaram, elə deyilmi? 10 üstü 3. Yəni 20 vurulsun 1000. Digərində 1,5 vurulsun 10 üstü 3 yaza bilərəm. O da bərabər olar. 10 üstü 3-lər getsə, 20-ni də 1,5-ə bölsəm, bu eləyəcəkdir. 5-ə ixtisar getsə, 4 bölünsün 0,3. O da 40 bölünsün 3 kimi qalır. İxtisar getməyəcək. Bu da belə. 15-ci sual. Sürəti 72 km/saat olan cismin kinetik enerjisi 80 joule olarsa, onun kütləsini hesabla. Sürətimizi biz çevirək gəlin burada. V bərabərdir 72 km/metrə çevirəndə 1000 eləyir. Saatı saniyə çevirəndə 3600 eləyir. Buradakı sıfırlar getsə, 72 ilə 36-da burada 2 qalır. 2-ni də 10-a vuranda 20 metr bölünsün saniyə. Kinetik enerji neçə verib? Kinetik bərabərdir 80 joule. Kütlə hesablasam kinetik enerji üçün düstur yazaram ki, mv kvadratı bölünsün 2-dir, eləmi? Yəni buradan kütləni hesablasam kütlə nəyə bərabər olar? 2 vurulsun y kinetik bölünsün v kvadratına. Sürətdəkini tapmaq üçün bərabərliyi məxrəcə vurub sürətə bölməliyəm. O da bərabər olar 2 vurulsun y kinetik nə qədərdir? 80 bölünsün v kvadratı 20-nin kvadratı yazıram belə. O da elə qısa konkret yazım 2-ni 80-ə vuranda 160 bölünsün 20-nin kvadratı da 400. Bunlar 4-ə ixtisar getsə, bu 0-la bu getsə, və qalacaq ki 4 bölünsün 10. O da bərabər eləyəcək. Deməli 0,4 dəqiqə. Cavab eləyəcək 0,4 kiloqram. Da belə.
Oldu. Dərsimiz bu qədər. Bu dərsə diqqətlə qulaq asırsınız, yəni vacib dərsdir. Nəyi başa düşmədinizsə mənə yaza bilərsiniz.